Herkese selam dostlar, ben Games Azi. Bugün uzun zamandan sonra yeniden sizlerle birlikte modern Türkiye ile səhv etmirəmsə 5-ci bölümde yeniden sizlerle hoş gördük dostlar. Uzun zamandır telefonumda bazı problemler olmuştu. Telefon öz-özünə ekrana basırdı ve ekran çiğ olmuştu vesaire ve axır. Hamısını təmir ettiğim problemler vardı. Bəzi şəxsi olaraq onları da həll etdikdən sonra artıq düşünürəm ki, YouTube'a yeniden devam edə bilərik. Ancaq YouTube'da kanalımızda çox düşüş var, sanki böyük bir kanalmış kimi deyirəm. Ancaq yenə də bu düşüşü qaldıracağıq və necə sıfırdan yaxşı başlamışdıqsa kanalımızı yüksəldəcəyik dostlar. Və harda qalmışdıq? Türkiye ile artık 11. yerdeyiz. Eyalətimiz yetmiş ki, bir çox yerlərə açıldıq. 2 milyon nüfus, 474 bin ekonomi və Azərbaycanla müttəfiq olmuşduq. Suriye bizim Suriye ile Azərbaycan arası pisdir bu arada, təəssüflər olsun. Suriye bizim vasalımız olmuşdu. KKTC'ye girmişdik torpaq çoğaltmaq için. İraqda bu səhv etmirəmsə neydi bunun ismi? Kürdistanlıları, Kürtləri buradan yok etmiştik. Ve səhv etmirəmsə bəli, en son yadımdadır. Xəritəyə baktığımda ise gördüğüm kimi bura Qırğızistana ait idi və Tacikistan girib Qırğızistanı işgal etmişdi və bizim bir fikrimiz var idi. Türkçülüyü, müsəlmançılığı yaymaq və bunun qarşısını almaq istəyənlər var idi. Ancaq Tacikistan səhv etmirəmsə müsəlman ölkəsidir. Fakat bizim Türkçülüğümüzə də qarşı çıxmışdı. Türk ölkələrindən biri olan, önemli olan Qırğızistana saldırmışdı ve biz oraya gittik, əl atdıq və Qırğızistanın torpaqlarını aldıq və son bura yadımdan çıxmışdı və sonraki bölümdə də unutmuşdum və indi isə 5-ci bölümdə yenidən bura özət keçdik və hemen oyunumuza başlayaq. Buranı Qırğızistana əmanət edə bilərik, xeyirli, uğurlu olsun. Belə verdik. Bəli, Qırğızistan artıq keçmiş torpaqlarına qayıda bilərsən və Pakistan'dan söz düşmüşəm, Hindistan'a da Çin girib, Çin böyüyür. Bizim bir misyamız, bir düşüncemiz var idi, fikrimiz var idi. Hansı tərəfdə olacaq? Təbii ki də Asiya tərəfdə. Çin böyüdü, Rusya böyüdü, Türk dövlətləri gücləşdi. Bir tərəfdən qardaş ölkə Azərbaycan təbii ki öz ölkəmiz, Türkiyə oynayırıq. Ancaq bir Türkiyə kimi davranmaq lazımdır bu oyunda. Azərbaycan kimi bizim bir qardaşımız da Pakistan, o da böyüyür və artıq ona Keşmiri verməyin zamanı gəldi. Həm də Keşmir Türk dövlətlərinə qarşı və bir çox yaxındakı dövlətlərə qarşı pis ilişkiləri bəsləyir. İrandan da keçmiş torpaqları ala bilərik. İndi baxacağıq. Ən son Mısır, biraz çox hərəkət etdirdim. Bəli. Mısır en son bildiğiniz kimi çox həddini aşmışdı. Bura Sudana bəlkə girə bilər, ancaq çox həddini aşaraq Libya'ya girdi. Sudana bizə də hücum etmişdi. Səhv etmirəmsə və yadımda deyil. Libya'da İsrail'i almışdı və biraz burada ortalıq qarışdı. Ancaq Tanzaniya'da gəldi və bizə yardım etdi. Ancaq artıq onu da ortadan qaldırmağın zamanı gəlir dostlar. İlk önce Mısır'ın torpaqlarını buradan Mısır'a atmaq lazımdı. Həddini çox aşmışdı və bizim 92 min, yarım 92-93 minlik ordumuz var. Bəli dostlar, indi ilk olarak savaşla başlamaq istəmirəm uzun zamandan sonra. Ekonomi böyüməsinə verək. Bəli, turlarımızı adlayaq. Şəxsi olaraq da problemlər oldu. Ona görə də YouTube'u dayandırdım məcbur olaraq. Fərqli editlər də edəcəkdim, shorts videolar, ancaq onunla da belə vaxt qalmadı. Daha çox Instagram'a, çünki Instagram edit etmək və ya Instagram üçün post paylaşmaq 5-10 dəqiqəlik işdir, maksimum yarım saatlıq bir işdir. Ancaq YouTube üçün çox zaman sərf etmək lazımdır. Məsəl üçün bir video üçün yarım saat onu editləmək var, 1-2 saat falan. Bir 3 saat, 4 saat vaxt gedir, ancaq o qədər də vaxtım olmadığı üçün biraz da bədənsel olarak problemler olduğu için fizik olarak ona görə də davam etdirə bilmədim. Ancaq söz verirəm, bugündən sonra artıq ən az həftədə 2 ilə 3 video paylaşacağım dostlar. İndi isə bizim də bir hədəfimiz var idi. İlk böyük 10 ölkədən biri olmaq dostlar. Ona görə də çox araşdırmaya da etmək lazımdır.
ülkelere baktığımızda çöküp. Belçika yoktur, Almanya yoktur, Polşa yoktur, Ukrayna yoktur və gördüyünüz kimi dağılıb demək olar ki, Tunisiyalar Cəzairə girib, Amerika faşistdir və dediyimiz kimi burada Almanyada səhv etmirəmsə fərqli ideologiyalar daşıyırdılar və bir-birlərinə düşman ideologiyası altında davam edirdilər və Avropanın artıq dağılması lazım idi və biz də bunu gördük çok şükür ve güzlünün tarafında durduk. Rusya, Çin ve ümumiyyətlə Asya tarafta oldu dostlar ve indi Azərbaycanın da gəlişməsinə yardımcı olmalıyıq. Çünkü en son bildiğiniz gibi demiştim buranın adı Təbriz, Ərdəbil, Raşd, Zəncan ve bu kimi keçmiş Azərbaycan torpaqları Azərbaycanın haqqıdır və buralar bu xəttlərdir Azərbaycanın hakkıdır. Tehran'ın o tarafı ise İran'da kalabilir. İndi bizim hedef ilerleme yönümüz necə olacaq? Hələ ki böyümək fikrimiz yoxdur. Torpaq böyütmək fikrimiz yoxdur. Reallığa əsasən 2044-cü ilə gəldik. 1200-cü turu artıq atlayırıq dostlar. Bəli, bunlar bir-birinin vasalıydı və burada bir KKTC qurmağı düşünürəm. O KKTC-yi də Yunanistan'ı almaq üçün gözəl bir bəhanə olaraq düşünə bilərəm dostlar. Ən son his və duyğular necə idi? Onları da unutmuşam. Yəni kimə, hansı ölkəyə qarşı necə his və duyğu bəsləmişdik, onları da unutmuşam. Ancaq belə bir şey qaçınılmazdır. Bunu unutmaq olmaz. Rusiya və Çin ilə əlaqələr təbii ki gücləndirilməlidir. Bunu unutmaq qəti qadağandır. Bəli dostlar, davam edirik. Avropa ilə də əlaqələri artıq başlatmaq lazım deyil deyərkən, bu fürsəti qaçırmaq olmaz. Bu fürsəti qaçırmaq olmaz. Gönder, fərqi yoxdur, gönder. İtalya dostum, dur. Azza bırak, mənə də bırak. Bəli. Onu da etmişkən 4000'lik yox. Bura göndərək ki 10.000 dolara gönderək. Sadece bir tur. Bəli, Yunanistan. Görək nə olacaq. Biraz daha və Yunanistan'a qarşı Kıbrıs səndə. Bəli, arxadan vurmuş kimi olmasın, ama artıq Yunanistanın orada yeri yox idi. Avropada dağıldı və Türkiyədə Rus və Çin kimi özünü göstərməlidir. Dostlar, səhv edirəmsə yorumlarda bildirin. Biraz tez başladıq. O qədər 2044-45-ci ilə qədər dayandıq. Çox da hərəkət etmədik. Ancaq bildiyiniz kimi bu qədər də dayanmaq lazım deyil. Hücum da etmək vacibdir dostlar. Durduğumuz yerdə dayanırıq. Onlar hərəkət edir, biz isə dayanıq. Bəli. Əslində KKTC-yi qura bilərdik. Burada KKTC dərkən Kipr, Kıbrıs'ı burada qura bilərik və bütün Kipr adasını onlara verə bilərik və orada da Türkiyə və müsəlmanlıq, türkçülük və müsəlmanlığı yaya bilərik dostlar. Çox gözəl. 15.000 bura. 15.000 bura. Çox da ekonomini məhv etmək istəmirəm, ona görə yarı-yarı ordularla girirəm. Bəli, adaları aldıq və illərdir gözlənilən an gəldi çatdı. Adaları aldıq, ancaq İtalya dayanıb getmir. İtalya dostum, baqamır. Niyə belə eləyirsən? Nə oldu? Burada liman yox. Belə şey var, burada liman yox. Təsəvvür edin, İtalya'da savaşa girir. Amma aramız çox yaxşıdır. Haydi İtalya baqa girdi deyəsən oyun. Nə oldu? Biz gözləməyin, yaxşı hücumumuzu eləyək. İtalya deyəsən baqa girdi dostum. Sən baqa gir, biz də burada istifadə edirik. Bir dəqiqə, niyə belə olur oyun? Oyun öz-özündən belə eləyir hərdən. Ancaq boş şeydir, düzələn şeydir. Bizim xeyrimizə əltacı, amma biraz cığallıq etmiş kimi oldu. Biraz reallığa bilmirəm, əsas olmadı. Vecimə də deyil, ancaq bu fürsəti istifadə etməyən də yəni ki bu oyundan geçsin, o oyunu oynamasın. Ona görə də bütün torpaqları deyəsən burada problem var.
burada biraz problem var sanırım. Oha, dur, getmeyin. İtalya, sen bizi niye belə dərdə soxdun? Niye belə edirsən? Tam da ordular gedərkən etdiyin olanlardan hərəkətdirmi? Bəli dostlar, qaldığımız yerdən devam edirik. Bu oyun deyəsən bağa girdi, mən əsəbləşdim. Yunanistan deyəsən həqiqətən qaçdı getdi. Belə oyun bağı da, yəni Lukas dostum ya, belə yapma. Oyunun bug'ları da belə maraqsız oldu, ancaq su istifadə elədik və bütün torpaqları aldıq. Gəlin belə eləyək. Biraz daha gerçəkçi oynayaq, çünki gerçəklik, reallıq daha çox sevinir. Türkiyə nə istəyir? Adaları almaq. Adalar təbii ki də bizimdir. Kipr adasını Kiprlilərə, türklərə müsəlmanlığı yaymaq üçün oraya verirlər. Bu ada nə idi? Adı Heraklion. Adı nə idi? Yadımdan çıxdı. Bağışlasın türk qardaşlarım, inanma olsun. Buranı alaq. Belə də ola bilər, ancaq tək belə bir fikrim var. Yunanistanı vasallaşdıraq, savaş təzminatı alaq. Başqa bir də bir neçə torpağı da ala bilərik. Bəli, belə bir barış müzakirəsi Atinada və razılaşdıq. O torpağı da almayacağım. Son bir şans verirəm onlara. Qızışdılar, ortalığı qarışdırdılar. Həm türklərlə, həm də italyanlarla savaşa girirlər. Artıq Avropanın çöküşü deməkdir. Bu Balkanlarda və Aralıq dənizində Avropanın gözü işığı olan Yunanistan təəssüflər olsun ki, hər iki ölkələr arasında vurdu və buna görə də cəzasını aldı və artıq bundan sonra türk vasalı altındadır. Yunanın babası türkdür. Bu qədər. Nöqtə. Və bu həddi aşanlara da hər zaman belə olacaq. Bəzi ölkələrdə ordularını götürürlər. Artıq Rusiya artıq isti sulara gəlir. Rusiya dostum, nə etmək fikrindəsən? Səninlə vasal olmağı düşünmürəm, amma sən deyəsən çox aşağı inməyi düşünürsən. 400.000 dukatda 425.000 var. Ekonomi başqa yox, tamam, ekonomilə nüfuz 15'ə gətirdik. Çox gözəl dostlar. Savaşdan savaşa atlamaq istəmirəm, biraz olsun. Azərbaycan da ordular yığır, niyə görədir, amma azalıb deyəsən ordu yığma azalıb oyunda. Gördüyünüz kimi. Niyə ki, nüfuzu azdır. Ona görə də Azərbaycana full dəstək vermək istəyirəm. Dostlar, 128-130 minlik bir dukat Özbəkistanla da arası pisdir. Niyə? Bilmirəm. Pakistanla aramız o qədər də yaxşı deyil. Ona görə onlarla aramızı yaxşı tutmaq istəyirəm. Onlarla aramızı tutduqdan sonra biraz da Çinlə də aramızı tutaq. Həm Çinlə aramızı yaxşılaşsın, həm də Pakistan onlarla arası yaxşıdır deyə onlarla da aramız yaxşılaşsın. Yatırımlar, başa ekonomi yatırımları etsək daha da gözəl olar deyə düşünürəm dostlar. Keşmir planı, Keşmir Pakistanlı olmalıdır, ona görə də bəli, Pakistan ortada falan yem kimi ki, Afqanistan torpaqlarını da ələ keçirə bilər, Keşmir də ələ keçirib daha güclü ola bilər dostlar. Baxacaq hələ ki ilərdədir. Azərbaycana da full nə oldu, hara getdi bu oyunda, biraz bəzən belə olur. Azərbaycana da full dəstəklərimizi bildirəcəyik. Onlar da ekonomisinin nüfuzunu, ordusunu gücləşdirməlidir. Yanı başında İran və İran, Gürcüstan, Rusiya kimi yüzlü ölkələr var. Ona görə də diqqətli olmalıyıq. Gürcüstan da məncə artıq yavaş-yavaş ortadan qalxmalıdır. Burada Abxaziya krallığı var. Orada Ruslar əlinə keçirib və Rusiya həmən bizə sınırımızı göstərmək üçün, həddimizi göstərmək üçün, həm də daha da aşağı inmək üçün Gürcüstanı alacaq, amma ilk həmləni biz göstərməliyik ki, gördüyünüz kimi artıq onların da arası yavaş-yavaş bir-biri ilə tükənir. Ancaq yavaşdan mən də hərəkətə keçməyi düşünmürəm, amma onların arası pis olduğunda dərhal onlarla aramızı Gürcüstana birbaşa girəcəyik və oranın Azərbaycana verəcəyik dostlar. Ki orada da pay gözümüz yoxdur, çünki buranın çoxu təbii ki Batumi ilə alacaq təəssüflər olsun, Azərbaycan Qara dənizə çıxa bilməyəcək, ancaq bizim torpağın üstündə də çıxa bilər, çünki müttəfiq və bu yəni baxış açısından da deyə bilərəm ki,
Batumini biz alsaq, Mazirdə də qəşəng ekonomi var, amma bu bizə ehtiyacımız yoxdur. 3-ə bölə bilərik. Nəysə, artıq o qədər də gözümüz yoxdur. İləride düşünürük. Videoda 17 dəqiqə gəlib çatıb. Burada artıq yavaşdan bildiyiniz kimi bu torpaq var. Burada bir Kipr ölkəsi nə oldu? Kipr ölkəsi yarada düzəldə bilərik dostlar. Bəli, aramız yaxşılaşır. Onlarla müttəfiqlik az qaldı. Müttəfiqlik də eləyə bilərik. Azərbaycanla da aramız çox gözəldir. Onlara da bir dəstək verəcəyik. Ancaq burada özümüzə bir Kipr ölkəsi qurmalıyıq dostlar. İlk öncə paytaxt olmalıdır. Bir vasalı sərbəst burax. Adını dəyişərik. Sonra bir vasalı sərbəst burax. Çox gözəl. Adını da dəyişək, qoyaq. Artıq bundan sonra onun adı olacaq. Kuzey değil. Türk oynadığımız için Kipr yox, Kıbrıs koyacaq adını. Kıbrıs Türk. Biraz belə hərflər oldu, amma gələcəkdə yaxın zamanda bunu kompüterdə də oynaya biləcəyim üçün və ya yeni artıq Age of Story 3 də çıxıb onu oynayacaq. Ancaq yeni başladığımız üçün biraz da ləngiliyi üçün bir çox ölkəni oynadıqdan sonra yavaş-yavaş Age of Story 3-ə keçəcəyik. Kanalımızda da izləyicilərimiz çoxalıb. Bilirəm, biraz daha səbr edin, biraz daha belə amatör kimi yavaştan başlamalı düşünürəm. Cumhuriyet. Çox gözəl. Kıbrıs Türk Cumhuriyeti. Biraz adını səhv yazdım. Bəli, biraz uğraşlardan sonra ana dilimdəki bəzi yazıları səhv eləyə bildiyim üçün biraz elə oldu, amma olsun. Burada artıq bölgədə 3 vasalımız oldu və bir də müttəfiqimiz oldu. Yaxın zamanda Allahın izni ilə Pakistanda özümüzə müttəfiq eləyəcəyik dərkən burada Ərəbistan yarımadasında hər şey bir-birinə qarışıb. Demək olar ki, bütün istiqrar zaten yox idi və artıq hər şey bir-birinə qarışıb. Libya İsrailə girib, Misirdə Türkiyə var, Tanzaniya var, İran Ərəbistana girib, Yəmən qarışıb. Demək olar ki, müsəlman topluluqlarının arasında ölkələrdə qarşılıqlıq var. Nəysə, biz buna hamısına əl ata bilərik, ancaq dünyanın çox problemi bizi həll eləmir o boyda. Rusiya və Çin böyüyür, onlar da biraz əl atsalar yaxşı olar. Boş yerə əminəm ki, o qədər Avropaya inib, o torpaqların, o pulları, ekonomiləri boş yerə yeməyəcəklər, mənə elə gəlir. Hindistanda da bunlar var, nüfus çoxdur. Çin də biraz əl atsa yaxşı olar, artıq böyük baba ölkələrdir. Onlar da biraz əl atsalar gözəl olar. Hər şeyi biz üstənə bilmərik. 10.000 çoxdur, 5.000 oldu, qoysaq yetər. Olur, Azərbaycanda isə 10.000. Və gördüyünüz kimi yatırımlar da tamamlanır. Dünyanın 7-ci sırasına gəldik dostlar. Xeyirli, uğurlu olsun gördüyünüz kimi 7-ci sıradayıq. Nüfus açısından nüfus puanında 9, ekonomide 7, prestijdə 10-cu sıradayıq. Olsun, problem deyil və toplam olaraq 7-ci sırada qərarlaşırıq dostlar. 3 vasal və 1 müttəfiq, çox gözəl. Torpaqlarımızda Misiri aldıq. Ancaq oradakı piramidlər Tanzaniyada qaldı artıq. Onu da bir sonraki bölümdə eləyə bilərik. Dostlar, bu arada Pakistanlı da aramız yaxşıdır. Son olaraq müttəfiqlik və sonraki bölümə qalsın. 21-22 dəqiqəlik video oldu. Editlərimizdə 15, 17, 18 dəqiqəlik video halına gələcək və bunu paylaşacağıq və bugün də işte bu oyunu burada kayd edirik. 2043'də başladıq səhv eləmirəmsə və 2047 il 4 il bu bölümdə çalışdırdıq ölkəmizi və xeyirli uğurlu olsun. Daha da gün-gündən artırıq, böyüyürük və dünyanın nüfuslu böyük ölkələrindən biri adına layiq ola bilirik dostlar. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Görüşənədək. Bay bay.